Misirin ən çox qazanan, ən istedadlı həkimi idi. Bir gün müayinəyə gələn uşağa iynə vurması lazım idi. İynə pullu idi. Uşağın anası bu iynəni alsam bir ay aç qalacağıq deyincə böyük qardaşı pəncərədən özünü aşağı atdı. İntihar edərkən ana qardaşıma yaxşı bax, dedi. Hər şey ondan sonra dəyişdi, həkim Meşali üçün. Qardaşını yaşatmaq və süfrədən bir boşqabı əksiltmək üçün özünü fəda edən bu qardaşı heç unuda bilmədi doktor Meşali. Zəngin, pullu klinikasını bağladı. Misirin ən yoxsul məhəlləsində bir klinika açdı, bütün xəstələri pulsuz, təmənnasız müayinə etdi. Xüsusən də uşaqları. Brend geyimlərini çıxarıb atdı. Onlar kimi geyindi. Fəqirlərin doktoru olaraq onu nəinki bütün Misir, hətta bütün tibb dünyası tanıdı. Bu dünyadan bir adam gəlib keçdi, fəqirlərin, kimsəsizlərin doktoru. Muhammed Abdülqaffar Meşali. Məkanı cənnət olsun.